Salam, hər birinizi xoş gördük. Biologiya 2025 dim test topusu 2-ci hissə çoxalma ontogenet hüceyrənin bölünməsi üsulları mitoz meyoz mövzusu üzrə testimizə qaldığımız yerdən davam edirik. 66-cı testə baxaq. İnsan hüceyrələrinin diploid xromosom dəsti 46, şimpanzedə 48, pomidorda 24, drozofildə 8, ev milçəyində 12-dir. Əgər meyozun birinci bölünməsinin anafaza mərhələsinin sonunda hüceyrədə 48 xromosom varsa, bu hüceyrə yuxarıda göstərilən orqanizmlərdən hansına aiddir? Baxaq. Gəlin əvvəlcə biz mitoz, meyoz bölünmələrin fazalar üzrə xromatid sayını yazaq. Mitoz bölünmədə profaza, metafaza, anafaza, telofaza, 2, 4. Mən 2, 4 burada nə yazıram? 2N4C, yəni 2 xromosom, 4 xromatid. Sadəcə olaraq belə rahat olur deyə bu formada yazıram. Bu oldu mitoz. İndi isə meyoz 1 və meyoz 2-ni yazaq. Yenə profaza, metafaza, anafaza, telofaza. 2, 4, 2, 4, 2, 4, 1, 2, N, 2C olur, belə deyim sizə. Meyoz 2-ni yazaq. Burada da profaza, metafaza, anafaza, telofaza necə qutarıbdırsa, bitibdirsə, telofaza mərhələsi nə ilə bitibdirsə, başlayanda profaza ilə onunla da başlayır. Yəni 1, 2, yəni N, 2C, belə deyim. 1, 2, 2N, 2C, N, C. Belə yazırıq. İndi bizə nə deyirdi? Deyir ki, meyozun birinci bölünməsinin anafaza mərhələsinin sonunda hüceyrədə 48 xromosom varsa, baxıram ki, meyoz 1-in anafazasında xromosom sayı neçə indi? 2-in. Elə biz də bilirik ki, normalda somatik hüceyrənin xromosomu 2 ilə göstərilir. Əgər burada anafazada 2-in 48-dirsə, onu demək ilə başlanğıcda da 2-ni 48 imiş. 2-ni də 48 olan hansıdır? Baxın, görürsünüz, burada yazıbdır. Şimpanzedə 48. Deməli, burada düzgün cavabımız olacaq B variantı. 67-yə baxaq. Deyir, şimpanzenin somatik hüceyrəsində 48 xromosom var. Meyozun birinci bölünməsinin profazasında dişilərdə konjugasiyadan neçə xromosom cütü əmələ gələ bilər? Somatik hüceyrədə mitoz bölünmə gedir. Somatik hüceyrədə 48 xromosom varsa, yəni onun 2-ni 48-dir. Meyozun birinci bölünməsinin profazasına baxıram ki, xromosom sayı neçədir burada da? Burada da 2-nidir, burada da 2-nidir, burada da 2-nidir. Demək, dəyişilən bir şey yoxdur. 2-ni bərabərdir, yenə də 48-ə. 2-ni 48-dirsə, bilirsiniz ki, deməli, diploid sayın yarısı həmişə konjugasiyadan xromosom cütünü əmələ gətirir. Yəni 48-in yarısı olacaq 24. Burada da düzgün cavabımız olacaq A variantı. Sonra 68-ə baxaq. Heyvanların yumurta hüceyrəsinin inkişafının yetişmə zonasında əmələ gələn A və B hüceyrələri haqqında deyilənlərdən hansı doğrudur? Deməli, bilirsiniz ki, yumurta hüceyrə istərsə də spermatozoidlərin əmələ gəlməsi zamanı 3 dənə mərhələ var idi. Çoxalma, böyümə və yetişmə mərhələsi. Çoxalmada mitoz gedirdi. Burada xromosom, xromatid sayı 2N, 2C idi, yəni xromatid dəyişmirdi. Böyümə mərhələsində interfaza gedirdi. Burada xromatid sayı artırdı, olurdu 2N, 4C. Buralarda isə meyoz 1 və meyoz 2 gedirdi. Meyoz 1-də N, 2C, meyoz 2-də isə NC olurdu xromosom və xromatid sayı. İndi baxaq, A və D-də deyir, DNT-nin miqdarı bərabərdir. Xeyr, biz burada dedik ki, N, 2C, yəni xromatidinlə də DNT həmişə bir-birinə bərabərdir. Burada 2C-dir, burada isə NC-dir. Deməli, bu səhv fikirdir, bərabər deyil. Mənə deyir, doğru olanı deyil. B-də mitoz A-da meyoz bölünmə nəticəsində əmələ gəlib. Xeyr, hər ikisi meyoz bölünmə baş vermə nəticəsində əmələ gəlibdir. A və B-də xromosomların miqdarı bərabərdir. Bəli, xromosomlara fikir verdinizsə, burada dedim N, 2C, burada isə oldu NC, yəni hər ikisində N-də haploid saydı. Ona görə də düzgün gələn cavabımız oldu C variantı. 69-a baxaq. Heyvanların yumurta hüceyrəsinin inkişafının sxemi verilmişdir. Hansı rəqəmlə işarələnmiş sahədə meyoz bölünmə gedir? Dedik ki, burada getdi mitoz, bu oldu interfaza, 4 və 5 isə oldu meyoz 1, meyoz 2 bölünmələri. Deməli, düzgün gələn cavabımız oldu Y variantı. 70-ə baxaq. Heyvanların yumurta hüceyrəsinin inkişafının yetişmə mərhələsində əmələ gələn A və B hüceyrələri haqqında deyilənlərdən hansı doğrudur? Tez A və B hüceyrəsinə baxıram ki, bu meyoz 1-dən əmələ gəlib, bu da meyoz 2-dən. Burada xromosom N 2C-dir, burada isə NC-dir. Bunları biləndən sonra cavablara baxarıq. B-də DNT-nin miqdarı A-dan 2 dəfə çoxdur. Xeyr, burada DNT-nin miqdarı azaldı 2 dəfə, oldu NC.
A-da və B-də DNT-nin miqdarı bərabərdir. Xeyr, burada 2C-dir, burada isə C-dir. B-də DNT-nin miqdarı A-dan 4 dəfə azdır. Xeyr, 4 dəfə yox, 2 dəfə azdır. A-da DNT-nin miqdarı B-dən 2 dəfə çoxdur. Bəli, bax, burada dedik ki, N2C, burada isə oldu NC. Ona görə də A-da DNT-nin miqdarı B-dən doğrudan da 2 dəfə çox olur. Düzgün gələn cavabımız oldu D variantı. Diploid orqanizmdə meyoz prosesi zamanı göstərilən fazaların hansında müvafiq olaraq xromosomlar 2 və 1 xromatiddən ibarət olur? Yadınızda qalsın, 2 xromatiddən ibarət olur meyoz 1-də, 1 xromatiddən ibarət olur meyoz 2-də. Ona görə də mən birinci tərəfdə ikinci bölünmə yazılanları tez çıxdaş edirəm. Yəni A ilə D çıxdaş elədim. Çünki burada birinci yazıbdır ki, meyoz 2-nin metafazası, meyoz 2-nin telofazası. Ona görə bunu çıxdaş elədik. Anafaza və profaza. Baxıram bu varianta. Profaza mərhələsində 2 xromatidli xromosomlar hələ ki deməli ibarət deyildi. Orada sadəcə xromosomlar spirallaşmışdı, görünürdü. Bu da getdi. Baxıram metafaza 1-də və bir anafazada. Hər ikisi birinci bölünmə olduğuna görə hər ikisində xromosomlar 2 xromatidlidir. Y variantına baxıram ki, burada birinci telefazada 2 xromatidlidir, ikinci telefazada isə doğrudan da 1 xromatidli oldu. Demək, düzgün cavabımız oldu Y variantı. 72-yə baxaq. Drozofil milçəyinin somatik hüceyrəsinin bir nüvəsində 8 xromosom vardır. Onların 4-ü dişidən, 4-ü isə erkəkdən alınmışdır. Bu milçəyin qametlərində erkəkdən və dişidən alınmış xromosomların sayı hansı cavabda daha düzgün göstərilmişdir? Deməli, düzgün cavabımız odur ki, 0-dan 4-ə qədər dişidən alıb, 0-dan 4-ə qədər də erkəkdən alıb. Yəni, atadan da, anadan da hər ikisinin 4 dənəsini alıbdır. Oldu, C variantımız düzgün. 73-ə baxaq. Meyozun birinci bölünməsinin anafaza mərhələsində ata və ana xromosomlar hüceyrənin qütblərinə necə paylanırlar? Deməli, belə deyək də, ata və ana hüceyrənin qütblərinə təsadüfi paylanır. Bu, onsuz da var, Krassingoverdə də demişik bunu. Yəni, kombinativ dəyişənlikdə də xatırlayırsınızsa 10-cu sinif dərsində 3 dənə hissəyə ayırmışdı ki, necə baş verirdi. Orada da yazmışdı ki, ata və ana xromosomları təsadüfən qütblərə çəkilir və təsadüfən birləşirdilər. Ona görə də düzgün gələn cavabımız elə olur Y variantı. 74-də baxaq. Əgər hüceyrələrin sayı N, onların hər birində xromosomların diploid dəsti X-dirsə, bu hüceyrələrin meyoz bölünməsindən əmələ gəlmiş hüceyrələrdə cəmi neçə xromosom olar? Deməli, xromosomları hüceyrənin sayını veribdir və meyoz bölünmədən. Meyoz 1, meyoz 2 demədiyinə görə biz meyoz 2-ni götürürük. Sadəcə olaraq meyoz yazıb, yəni meyozun sonunu nəzərdə tutubdur. Bir hüceyrələrin sayı N olarsa, biz bilirik ki, meyoz bölünmədə bir dənə hüceyrədən sonda neçəsi yaranırdı? 4 dənə qız hüceyrə yaranırdı. Bizə də burada deyir ki, baxın, hüceyrənin sayı N-dir. Yazıram. Bir hüceyrədən əgər 4 dənə hüceyrə yaranırsa, onda bu mənə deyir N dənə hüceyrə var axı. N hüceyrədən nə qədər yaranır? X bərabər oldu 4N hüceyrə. Deməli, N hüceyrədən də 4N hüceyrə yaranır. Sonra deyir diploid dəsti X-dirsə, meyoz bölünmə zamanı, baxın, xromosom sayı 2 dəfə azalırdı. Yəni, məsələn, insanda 46-dırsa, olurdu 23. Ona görə də bizə deyir ki, diploid xromosom dəsti X-dir. Diploid xromosom dəsti X-dirsə, onda bir hüceyrədə sonda X bölə 2 olacaq. Yəni, yarı-yarıya azalacaq. Məndə nə qədər hüceyrə var? 4N hüceyrə var. Onda 4N hüceyrədə nə qədər olar? Y yazaq buna da. Y bərabərdir. 4N vuraq X bölə 2. Bunları da ixtisar eləsək, olar buradan 2NX. Deməli, düzgün gələn cavabımız oldu A variantı. 75-ə baxaq. Əgər hüceyrələrin sayı N, onların hər birində xromosomların diploid dəsti X-dirsə, onda bu hüceyrələrin mitoz bölünməsindən əmələ gəlmiş hüceyrələrdə cəmi neçə xromosom olar? Burada da mitoz bölünməni deyir. İndi nə edəcəyik? Mitoz bölünmə zamanı biz bilirik ki, bir hüceyrədən sonda ikisi yaranır. Bizə də deyir, burada hüceyrə sayı nə qədərdir? N. Onda N hüceyrədən neçəsi yaranır? X-i. X bərabərdir 2N. Bilirik ki, mitoz bölünmədə də xromosom sayı dəyişmir. Yəni, bir hüceyrədə xromosom sayı, bizə deyir, burada diploid dəst neçədir? X-dir. Əgər bir hüceyrənin xromosomu X-dirsə, biz neçə hüceyrə tapdıq? 2. 2N-də də Y olar. Y də bərabərdir elə 2NX-ə. Düzgün gələn cavabımız olur Y variantı.
76-ya baxaq. Mitoz bölünmənin anafazasında verilmiş hüceyrənin nüvə deyintisinin kütləsi 4,2 vur 10 üstü -14 qram olarsa, meyoz bölünmənin